Salam uşaqlar, hər vaxtınız xeyir olsun. EREM 30 sınaq test vəsaitindən sınaq 5-in izahlarına baxaq. Başlayaq birinci sualda. Qeyri-həmciz təyinləri müxtəlif nitq hissələri ilə ifadə olunmuş cümləni müəyyən edin. Aytəkinin bu dəri çantasından məndə var. Bu cümlədə bu və dəri sözləri qıraqdan həmciz təyinə oxşayır. Amma unutmayın ki, üçüncü nöqtənin söz birləşməsinin arasında olan sözlər aciza təhlil olunmur. Yaxın və sadiq dostlar. Qeyri-həmciz təyindir, amma eyni nitq hissəsi olduğu üçün olunmur. Rəngli dəmir qapı dünəndən kilitlənmişdi. Rəngli sifət, dəmir isim, müxtəlif nitq hissəsidir və bu o deməkdir ki, cavabımız C variantıdır. Qırmızı fasadlı eyni nitq hissəsidir. Şərtdə bizdən müxtəlif istəyir. Onun bu dəyərli fikirləri, bu dəyərli sözü yenə qıraqdan qeyri-həmciz təyinə oxşasa da, onun fikirləri sözü işi korladı. Cavab C variantıdır. İkinci sual. Hansı cümlədə həm modal söz, həm də ədat işlənmişdir? Modal sözləri tapmaq çox sadədir, vergüllə işlənir, ancaq sanki elə bil güya vergülsüz işlənsə də əzbər bilirik. Ədatlarda biraz çaşqınlıq yarana bilər, xüsusən də bu ca ilə ifadə olunan ədatlarda. Dil bildirən sözlərə qoşulursa, bu leksik şəkilçidir və zərf düzəldir. Cavabımız burada B variantıdır. Sözün kökünə diqqət yetirin. Sözün kökü sifət və zərfdirsə və üzərinə caci əlavə olunubsa, bu birbaşa olaraq ədatdır. Rusca dil bildirdiyi üçün zərf hesab olunur. Yadınızda qalsın. Üçüncü sual yanlışdır. Vaxt itirməyə dəyməz. Dördüncü sual. Hansı cümlədə səhv yazılma sayın yazılışı ilə bağlıdır? Biz qaydanın izahını Instagramda vermişəm. Aydan Azimlə öyrən səhifəsində yazıb baxa bilərsiniz. Orada qeyd olunur ki, ayın 6-sında sözü 6-sı olsaydı, bəli, mənsubiyyət şəkilçisi yazılmalıydı. Amma mənsubiyyət şəkilçisindən sonra başqa bir şəkilçi gələrsə, o zaman mənsubiyyət şəkilçisi oradan silinməlidir, birmənalı olaraq. Cavabımız D variantıdır. 5-ci sualdır uşaqlar, səhv suallar sırasına aiddir. Çünki burada ya fe'li sifət tamamlıq deyil, ya da fe'li sifət müstəqil cümlə üzvü deyil. 6-cı sual. Sifətin sualına cavab verən, isim olan, söz birləşməsinin aslı tərəfi olan və quruluşca sadə olan təyini istəyir bizdən. Bax, görək harada təyinlər var. Adət dəyişən təyindir, amma isim deyil. Ağıllı təyindir, amma yenə isim deyil. C variantında təyin yoxdur ümumiyyətlə. Düşünəcəksiniz ki, usta qıraqdan təyini oxşayır, isimdir, amma yox. Danlayanda sözünün aslı tərəfidir. Yəni, fe'li bağlamanın aslı tərəfidir. Götürmürük. Cavab burada D variantıdır. Yumuşaq bütün 4 sxemin 4-nə də uyğundur. E variantındakı, dakidəki isə düzəltmə olduğu üçün şərt ödəmir. Cavabımız D variantıdır. Növbəti sualımıza baxaq. Yel kimi keçməsin vaxt üstümüzdən. Verilmiş cümlədəki cümlə üzvlərinin qrammatik normaya uyğunluğunu bizdən istəyir. Uyğunlaşdırıb təhlil edək. Vaxt üstümüzdən yel kimi keçməsin. Nə etməsin? Keçməsin. Nə vaxt, nə tərzdə, yel kimi, haradan, üstümüzdən. Bu sxemada uyğun gəlir C variantı. 8. Aşağıdakı hansı şəkilçilər sözün leksik mənasını dəyişəcəyini əminliklə demək olar? Qrammatik şəkilçiləri silin. Yəni, bu mənsubiyyət ya da haldır, ismin hal şəkilçisidir, mənsubiyyət şəkilçisidir və bu da xəbəri şəkilçisi ola bilər. Düzdür, leksik şəkilçisi kimi də hardasa görə bilərsiniz. Amma konkret olaraq qrammatik şəkilçisi kimi tanıyırıq ki, yerləri haradır. Əminliyi istəyir axı bizdə. Danidən tək variantlı şəkilçisi kimi leksik şəkilçisidir. Ona görə 4-ü götürürük, bir də 6-nı götürürük. 4, 6-dır cavablarımız. Uşaqlar, bir məlumat da sizə verim ki, avqust ayından etibarən həm Azərbaycan dili, həm tarix, həm də ədəbiyyat fənnindən sıfırdan sürət qruplarımız başlayır. Vaxtlar da artıq təyin olunubdur. Həm Aydan müəllim tərəfindən, həm də mən tərəfindən. Qoşulmaq üçün bu nömrə ilə əlaqə saxlayarsınız və sizə günləri, vaxtları və informasiyanı verərik sizlərə. Başlayaq 9-a. Verilmiş cümlələrə əsasən doğru fikri müəyyən edin. Bir şey də deyim ki, bu sualda yanlış sualdır uşaqlar. Düzgün cavab çıxmır bu cavabda. Ona görə də vaxt itirməyə dəyin bu suala. Keçək ona. Verilmiş nümunənin təhlili haqqında yanlış fikri müəyyən edin. Burada cavabımız E variantıdır. Niyə E variantıdır? Deyim sizə, o birisləri onsuz da asandır. Məsələn, fe'llər hamısı təsdiqli olması, frazoloji birləşmənin tapılması kimi məsələlər sadədir. İkinci misrada mənsubiyyət, üçüncü misrada hal şəkilçisidir. Amma sənin yoxluğun yandıran olmazdı bu cür. Burada sənin yoxluğundur, bu mənsubiyyətdir. Ona görə də E variantı yanlışdır, digərləri isə asandır. Eylerdən diaqramına əsasən doğru fikri müəyyən edin. Sadə bir yolla keçək burada. 6 onsuz da hər ikisinə aiddir, amma 6 olan variant heç yerdə yoxdur.
yoxdur. Tərkibində yalnız qrammatik şəkilçi işlənmişdir. Burada belə eləyəndə 2 qrammatikdir, burada 1 qrammatik şəkilçi var, amma nəticə olaraq 5 ortaq olmalıdır, düzdürmü? 5 olan variantları silin. C ilə neyin arasına qalır? Tərkibində bir leksik şəkilçi var. Fe'li sifət nə zaman leksik şəkilçidir? Cavab C variantıdır. Cəm şəkilçisi işlənibdir. Düzdür, başlanğıc forması isimlə homonimdir. Bəli, qaz söhbət ya heyvandan ya da ki, qaz, təbii qazdan söhbət gedə bilər. 12. Hansı cümlədəki nümunəni həm frazoloji birləşmə, həm də həqiqi mənalı ifadə kimi düşünmək olar? Dilotu deyə bir ot yoxdur, yanlışdır. Təsliyi əlimizlə tuta bilmərik. Qonağı necə yola düşürdək ki, yola düşsünlər? Bu ağzın suyu axması həqiqi mənada işlənibdir. Cavab E variantıdır. Meydanı boş görməyin həm həqiqi, həm də məcazi mənası var. 13-cü suala nəzər salın. 13-cü suala nəzər salanda görürük ki, müəyyən şəxsli sadə cümlə olması hər ikisi üçün keçərlidir. Adam danışmaz, o da ki, baxırdı. Bir amma ortaqda verilmir. Demək ki, bir olan versiyaları silirik. Yəni A ilə D-ni silək. Bütün cümlə üzvləri sadədir. Bu A üçün keçərlidir. Ancaq B üçün keçərli deyil. Çünki burada söz birləşməsi var. Xəbərləri sadə fe'li ifadə olunan fe'li xəbərlidir. Biz bilirik ki, fe'li xəbər ümumiyyətlə sadə olur, fərq eləmir. Ancaq fe'lin quruluş növünə baxaq. Baxmaq sadədir, danışmaq sadədir. Bəli, bu da düzdür. Ona görə də cavabımız 2, 3 varsa 5-i də qoyacaq yanına C variantı olacaq. Homonimli olan söz mübtədə roluna çıxış etmişdir. Bəli, o burada mübtədədir. Sırf bura aiddir. Onun da işarə əvəzliyi olduğunu bilirik. Bu da onun homonim olmasına bir işarədir. Hansı cümlədə qeyri-müəyyən sayla yanaşı zərfi əvəz edən əvəzlik işlənmişdir? Zərfi əvəz edən əvəzlik deyəndə şagirdlər nədənsə elə-belə əvəzliyini axtarıb tapmağa çalışır, amma sual əvəzlikləri yadınızdan çıxmasın. Sual əvəzlikləri də zərfi əvəz eləyə bilər. Ona görə də xeyli hədiyyədəki xeyli qeyri-müəyyənlik bildirilən miqdar sayıdır. Nə vaxt isə fe'lin qarşısında işləndiyi üçün zərfi əvəz eləyibdir və cavab E variantı olacaq. 15. Nümunənin təhlilinə aid yanlış fikirləri müəyyən edin. Buradakı yanlış fikir 3-cü cümlədəki antonim zərflər iştirak etmişdir. Buradakı gecə və gündüz isimdir. İsim olduğu üçün də bir-birini əvəz eləməsi imkansız bir şeydir. 16. Uyğunluğu müəyyən eləyin. Kəsr sayları ilə isim arasında numarativ söz işlənmir. Bax, bu doğrudur. Numarativ söz müəyyən miqdar sayı ilə qeyri-müəyyən miqdar sayı arasında işlənir. Yanlış yazıbda doğru olduğu üçün götürmür ki, uyğunluğu istəyirsə bir olan versiyaları silin. Sual əvəzi ilə ifadə olunan cümlənin quruluşu isə sadədir, düzdür, çünki nitq hissəsində ifadə olunubdur. Mürəkkəb sifətlər defisdən və ayrı yazıla bilməz. Bu yanlışdır. Qarşısından da yanlış yazılıbsa 2-3 doğrudur. Orada burada zərflərin mübtədə vəzifəsini çıxış edə bilərmi? Bəli, bu doğrudur. Bu da düz olduğu üçün qəbul edilir. Qeyri-müəyyən yerlik halda olan sözdən sonra həmişə mənsubiyyət şəkildə söz işlənir. Bu da 100% doğrudur. Yanlış yazıldığı üçün götürülür. Ümumiyyətlə buradakıların deyəsən 3 xaric hamısı doğrudur. Ona görə də cavabımız olacaq A variantıdır. Diqqətli olaq. 17. Eyler-Venn diaqramına əsasən uyğun variantı bizdən istəyir uşaqlar. Burada bilirik ki, O'lar A kimi tələffüz olunur. Səbəb də ki, İ-ya vurğu qəbul etmədiyi üçün düşür qrafiyadakı A-nın üzərinə. Şokolad da ki, 2A ilə ifadə olunur və sonu T ilə yazılır. Tərkibində dodaqlanan saat səsi yoxdur. Bir hər ikisi üçün keçərlidir. Ona görə bir olan versiyalar silək. Ahəng qanunu pozulmuşdur. Ahəng qanunu biz tələffüzə görə yox, yazılışa görə tapdıq və i-ni biz orada görürüksə, bəli, burada ahəng qanunu pozulubdur. 2 doğrudur. Deyilişi və yazılışı arasında eyni sayda fərq var. Digərində 2-dir, digərində isə 3-dür. Axı eyni ola bilmədi. 3 yanlışdır. Tərkibində yalnız eyni qalın saat səsi işlənmişdir. Bəli, söhbət A səsindən gedir və eynidir. Demək ki, 2, 4, 6-dır. Kar samitdən sayı daha çoxdur. Burada 3-dən kar samit var. Ş, K və T-dən söhbət gedir. Cavab 2, 4, 6 olur. 18. Tabisi mürəkkəb cümlənin biri tərkib hissələri arasının əlaqə baxımından digərlərindən fərqlənirdi. Güclü daşqın olmuş, kəndin yolu bağlanmışdı. Səbəb və nəticə. Şagirdlərdən biri dərs oxuyur, biri isə şəkil çəkirdi. Hava aydın, günəş hərarətli, səma aydın kimi idi. Nə uşaq anasına bir söz deyir, nə də anası danışırdı. Qar dayanmadan yağır, külək daha sürətli əsirdi. Bax, buradan buraya qədər olan hissələr hamısı eyni zamanda baş verir. A isə səbəb nəticədir uşaqlar. 19. Cümlədə işlənən feillər ilk olaraq arzu şəkilçisi, daha sonra isə inkar şəkilçisi yazılarsa. Misal üçün, oxuya, arzu şəkli, oxuyama. Bu formada olsa, təbii ki, qrammatik norma pozulmuş olacaq. Şəkilçi məsələsinə qrammatik normalar diqqət yetirir. Hansı cümlədə vasitəsiz nitqi, vasitəli nitqə çevrilməsi düzgündür? Bunun qaydası necə bir şeydir? Burada gördüyünüz əvəzlikləri
məntiqi şəkildən digər əvəzliklərlə əvəz edilir. Məhsul deyildi ki, vahid artıq odur. Deyildi ki, o onu kömək etmə, kömək edib onu həyata qaytardı. Məhsul vahidi deyib ki, o onu yox, ona daha doğrusu, çünki mənə söz yazıldı, şəkilçini yerinə qoymalıyıq. O ona kömək edib onu həyata qaytarıbdır. Burada mənim sözümdə onu ilə əvəz edirik. Cavabımız burada D variantıdır. Bir mənalı şəkildə. Yəni o, ona və onu. Buradakı gördüyünüz şəxs əvəzliklərini birbaşa işarə əvəzlikləri ilə əvəz edin ya da ki, digər şəxs əvəzlikləri ilə əvəz edib düzəldə bilərsiniz. 21. Cümlələrin birində sadə feilin kökü amonim xüsusiyyətini daşıyaraq feil və isim kimi işlənə bilir. Burada cavabımız E variantıdır. Yağan sözündəki yağ sadə feildir, anə şəkilçisi, qrammatik şəkilçisidir və yağ feil və isim kimi də işlənə bilir. Növbəti suala baxaq. Doğru və yanlışı istəyir bizdən. Bütün sözlərin leksik mənasını 4 yolla izah etmək mümkündür. Bütün sözlər deyilsə, təbii ki də yanlışdır. Homonim sözlərin leksik mənasının izah üsulu deyil. Təbii ki də homonimliyi biz orada görməmişdik. Doğrudur. Bir də axırıncıya baxaq görək. Yanlışdır yoxsa doğrudur. Bəzi sözlərin leksik mənası ola da bilər, olmaya da bilər. Təbii ki də leksik mənasının olub olmaması da doğrudursa, cavabımız 22-də B variantıdır. Keçək açıq suallara artıq. Yazılışı yanlış olmayan sözlər, yanlış olmayan deyilsə doğrunu istəyir bizdən. Birdəki yanlış bu ş yerinə j yazılmalıdır. Kebab yox, kabab olmalıdır. Kooperasiyada biz bilirik ki, 2 oyuna yazılır. Kooperasiya və tələffüzündə A kimi tələffüz olunur. Digərləri isə düzdür. Cavab 2, 4, 6-dır. 24. Publislik üsluba aid düzgün fikirləri müəyyən edin. Publislik üslub nədir? Radio dili, televizor dili, eləcə də kütləvi yığıncaqlarda səslənən dil publislik üslubun şifahi formasıdır. Bəli, bu bizim şifahi formamıza aiddir. Yəni jurnalistlərin danışdığı dildir. Elmi üslubda olduğu kimi burada termin sıxılan təsadüf olunur. Belə bir şey imkansızdır. Ümxalq dilinə gedən proseslər publislik üsluba, publislik üsluba gedən proseslər isə ümxalq dilinə təsir edir. Bu da doğru fikirdir. Fərdi üslubun ən parlaq ifadəsi publislik üslubdadır. Xeyr. Bu bədii üslubdur. Bu üslub ən ictimai nitq forması olduğuna görə digər üslubdan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bəli, ictimaidir, çünki jurnalistlər ekrana çıxır, cəmiyyət içərisindən çıxırlar. Cavabımız 1, 3, 5 olacaq. 25-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Uşaqlar, darçını deyə bir isim yoxdur, bu sifətdir. Qanacaq isim də ola bilər, feil də ola bilər. Bir dənə qalır burada 2. Boğanaq, hava. Misal üçün, boğanaq bu insanın havanın boğulmasına verilən addır. İsim və digər nitq hissəsi kimi işlənilə bilər. Nələ hala çevrilsə isimdir. Xalı isimdir. Şəkli isə yazı ola bilər, sifət mənasında. Bir də mənsubiyyət şəkilçisi qəbul edib, ya da hal şəkilçisi qəbul edib düşə bilər. Onun şəkli, ya da ki, şəkli yazı. Necə yazı? Buradakı leksik şəkilçidir. Cavab 2 və 6-dır. Başqa versiyasını düşünməyimiz imkansızdır. Sifət mənasında çünki işlənə bilir. Keçək 27-yə. Yox, 26 var burada daha doğrusu. Sinonim olmayan, lakin nitq hissələrinin yerinə əlavə edildikdə məna cəhətdən bir-birini əvəz edə bilən söz. İnsanların hamısı bütün tibbi təlimatla əvəz etdi. Yaxşı, biri bura yazsaq. Onu sinonim olmasa da əvəz edə bilən nə var? Əksəriyyət hamı demək deyil, çox da hamı demək deyil. Yəni çoxu varsa, demək ki, bəzi hissəsi də razılaşmayıb da. Əksəriyyətlə çoxu bir-birlərinə məna baxımından uyğundurlar uşaqlar. Ona görə 2 ilə 5-i yaza bilərik. 3 ilə 4 nə üçün yazılmır? 3 ilə 4 də əslində sinonim deyil, amma bu cümlə içərisində məntiqsizdir. Xəstələr tibbi təlimatlara əməl etməlidir. Sağlamlar, şəfa tapanların tibbi təlimatlarda nə işi var? Demək ki, burada cavabımız sadəcə 2 və 5-dir. Bir məntiqlidir, amma biri əvəz edəcək söz yoxdur. 3 ilə 4 bir-birini əvəz edə bilər, amma cümlə içərisində işləməyimiz məntiqsiz olacaq. 27 məncə asan sualdır. Nümunədə elə sözün işlədilməsi ilə bağlı uyğunluğu müəyyən edin. Mən elə bu həftə işləri təhvil verib işdən uzaqlaşacağam. Bu nədir uşaqlar? Bu ədaddır. O elə gələndə hamı ilə bir-bir görüşüb halallıq aldı. El, oba, millət, isim. Qarabağda bitən elə bitkilər var ki, bu da elə əvəzlikdir. Nə vadə sifət götürəsini. Çünki sadəcə onu əvəz eləmiş olur. Başqa heç nə yoxdur. Situasiya sualımız budur. Suni intellekt mətnidir. Mətni əminəm ki, oxumusunuz. Suni intellektin həm humanitar, həm də texniki fənlərlə sıx bağlılığı var fikri mətni əsasən təsdiq etmiyorlar, yoxsa təkzib etmiyorlar. Burada təsdiq etmiyorlar. Çünki həm texniki, həm də humanitar fənlərin burada adlarını qeyd olunub ki, bunu doğru fikir kimi götürə bilərik uşaqlar. 29. Verilmiş rəqəmlərin qarşısında nöqtələrin yerinə uyğun fikirləri yazın.
Verilmiş rəqəmlər hansılardır? Süni intellekt 1956-cı ildə akademik fən kimi yaradıldı, təsis olundu deyək. Ümumi intellekt sahənin uzun müddətli araşdırmalar, tədqiqatları arasındadır. Növbəti hansıdır? Nə qədər testin məqsədi bir maşının davranışının insan davranışına nə qədər bənzəmədiyini müəyyən etmək olar ki, onu bir-birindən seçmək mümkün olmasın, ya da ayırd etmək mümkün olmasın da yaza bilərik. Mətnə əsasən cədvəl tamamlaya biləcək fikirləri müəyyən edin. Fakt kimi nə yaza bilər? Fakt dəqiq və konkretdir. Bax 1956-cı ildə süni intellekt yaradılıbdır. Yaxud da süni intellektin bir neçə növləri var idi, sahələri var idi. Onları yaza bilərdik. Ehtimal da ki, burada yaza bilərik ki, süni intellekt insandan ağıllıdır. Bu ehtimaldır da. Və bununla da ELEM-in sınaq 5-ini işlədik və bitirdik.